Bizə 3-cü sualı izah edirəm. Deyir, çoxədlinin dərəcəsini tapın. Çoxədlinin dərəcəsi deyəndə, deməli, onun tərkibindəki bir ədədlərin dərəcəsi böyük olanı götürürük. X 27-nin yazdıq. Üstündə qüvvətinə 4 vurulsun. İkinci çoxədlidən 4x-də götürürük. Dərəcəsi 1 olan bir ədədidir. Üçüncü çoxədlidən də x kvadratını götürdük. Bunun da qüvvəti 2. Bizə verir x-in üstünə 108 vurulsun. 64x kubu vurulsun x üstə 4. Bunun da qüvvətini hesablasaq 64 x-in üstündə 115 edir. Deməli qüvvəti oldu 115 C bəndi. Keçək 4-cü suala. Deyir A parametrinin hansı qiymətində? A parametrinin hansı qiymətində x-in kvadratı çıxılsın 2x üstə gəl 5 vurulsun x plus A. Çoxədlisinin standart şəklində yazılışında x kvadratının əmsalı 0 olar. Bunu vurub açırıq. Vurub açanda x-in kubu vuruqları üstə gəl ax kvadratı çıxılsın 2x kvadratı çıx a 2ax üstə gəlinsin 5x üstə gəl 5a. Buradan da oxşar bir hədləri qruplaşdırsaq x kvadratını çıxarsam mürtəzə xaricinə qalır a minus 2 üstə gəl x-i çıxarsam olur 5 minus 2a plus 5a. İndi bizə deyir ki, bunun standart şəklinin yazılışında, deməli, bunu standart şəkildə yazdıq. X kvadratın əmsalı 0 olar. X kvadratı a minus 2-dir. A minus 2 bizə deyir 0 olsun. Onda a da olacaq 2. Yəni, Y bəndi. Baxıram 19-cu suala. M çoxədlinin dərəcəsi 7-dir. M-ə 1, x deyə, x də 7-dir. N çoxədlinin dərəcəsi də 9-dur. N-ə də 1, x də 9 desək, dərəcəsi 9-dur. Bizə deyir ki, M çıxın, yəni x də 7 çıx, x də 9-un kvadratı vurulsun M. Təkrar olaraq x də 7. Bərabərdir. Burada çoxədlinin dərəcəsi olaraq biz deyirik ki, böyük olanı götürürük. X də 9, üstə kvadrat vurulsun x də 7. Bu da eləyir x-in üstünə 18 vurulsun x də 7. Olacaq x-in üstündə 25. Yəni çoxədlinin dərəcəsi oldu 25. Baxaq 25-ci suala. Sualda deyir ki, 5 x-in üstünə n plus 3 x-in üstünə n plus 3 çıxılsın 2x üstünə 3n üstə gəl 5-in üstündə 5. Çoxədlisinin dərəcəsi 90-a bərabər olarsa n-i tapın. Çoxədlinin dərəcəsi deyəndə biz demişik ən böyük olanı götürürük. Burada deməli 3n-dir. 3n vur 5. Yəni belə yazarıq. Bu vuruqlardan mənfi 2x üstə 3n-i götürsək üstündə 5. Bu da eləyəcək. Mənfi 32 x üstündə 15n. Buradan da dərəcə 90-a bərabərdir. 15 üstə n. 15n bərabərdir 90-a. N də bərabərdir 6-ya. Yəni biz nə elədik? Vuruqlardan dərəcəsi böyük olanı götürdük. Dərəcəsi böyük olanda 3n-dir. Yəni 3n n plus 3-dən böyükdür. Ona görə 3n-i 5-ə vurduq. 15n-i bərabər elədik 90-a. O da elədi n6. Baxıram 26-cı suala. 26-cı sualda 4x-in üstünə 3n minus 10. Üstə gəlinsin 2x-in üstünə n plus 6. Üstə gəl 1-in üstündə 4. Bizə deyir çoxədlinin dərəcəsi 44-ə bərabər olarsa. Burada da nə eləyəcəyik? Burada da çoxədlinin dərəcəsinin 44-ə bərabər olması üçün biz demişdik üstü böyük olanı vurmalıyıq. Burada baxsaq, məsəl üçün n-in 1-2 qiymətində n plus 6 daha böyükdür. Ona görə 4 vurulsun n plus 6 bərabərdir 44-ə. Buradan da n plus 6 bərabərdir 11-ə. N bərabərdir 5-ə. Olacaq n5. Bir dəfə də deməli 4 vurulsun 3n minus 10 bərabərdir 44 şəklində yazsaq. 3n minus 10 bərabərdir 11-ə, 3n bərabərdir 21-ə, n bərabərdir 7-yə. Yəni burada tam dəqiq olsun deyə ikisini də yoxlayaq. 4 vurulsun, deməli bunu götürdük, bunun qüvvətini 4 vurulsun n plus 6-nı 44-də bərabər edək. Bir dəfə də 3n minus 10 vurulsun 4-ü 44-də bərabər edərdik. N-i birində aldıq 7, birində aldıq 5.
İndi baxaq görək 5 ilə 7-dən hansını qoysaq 44-ə bərabər eləyər qüvvət. Birinci məsəl üçün yeni 5 qoysaq burada olur 5. Burada da olur 11. 5 qoyanda. 5-i 4-ə vuranda 20, 4-ü 11-ə vuranda 44. Deməli bu n-in 5 qiyməti 44-ü ödədi. İndi n-in yerinə 7 qoysaq, qüvvəti yoxlasaq 3 dəfə 7 21, 21-dən 10 çıxanda 11, 11-i 4-ə vuranda 44 ödəyir. Digər tərəfdən 7 üstə 6 gəldi 13, 13 4-ə vuranda 52. Biz demişik qüvvət olaraq böyüyü götürür. Yəni 7 olsa bunun qüvvəti 52 olur. Ona görə bunu götürmürük. Yalnız və yalnız 5 ödəyəcək. Baxıram 29-cu suala. 29-cu sualda deyir ki, çox ədləri bərabər olarsa, yəni 2kx kvadratı üstə gəl mx üstə gəlsin 3b çıxılan 8 ilə bərabərdir 2a minus 6x kubu üstə gəl 6x kvadratı. Çox ədlərin bərabər olması nə deməkdir? Onun yəni bütün dəyişənlərin əmsalları bərabər olmalıdır. X kublarının, x kvadratlarının, x-ların. Bunu bu şəkildə yazaq. Burada kub var. Yuxarıdakına kub yoxdur. Onda görə yuxarıdakını belə yazaq. 0 vur x-un kubu. Üstə gəl 2kx kvadratı. Üstə gəlsin mx. Üstə gəl 3b minus 18. Digərdə də 2a minus 6x kubu. Üstə gəl 6x kvadratı. Üstə gəl 0 vur x. Üstə gəl 0 şəklində yazaq. Deməli. Bundan sonra baxırıq. Deməli, bərabər olmasını dedik, əmsalları bərabər olmalıdır. X kubların əmsalı bərabər olmalıdır. Yəni 2a minus 6 bərabər olmalıdır 0-a, a bərabər olacaq 3-ə. Digər tərəfdən 2k bərabər olmalıdır 6-ya, yəni 2k bərabərdir 6-dırsa, k bərabərdir 3-ə. Oxşar hədlərin əmsalları bərabər olmalıdır. Buradan da alırıq ki, n bərabərdir 0-a və 3b minus 8 bərabərdir 0-a. 3b minus 18 bərabər 0-a, b də bərabərdir 6-ya. b-ni 6, a-nı 3, k-nı 3, m-i də 0 tapdıq. Cəmini istəyir bizdən. Cəmi də olacaq 3 plus 0 plus 6. Bu deyir bizdə deməli 12. Baxırıq 31-ci suala. 31-ci suala deyir, çox ədlərin dərəcəsi ən kiçik olur. K-nın hansı qiymətinə? Yəni dərəcəsi ən kiçik olar. Birinci baxaq. Demişik ki, dərəcə 24 böl k nə olmalıdır? Natural ədədlər olmalıdır. Burada k ola bilər 1, 2, 24-ün bölənləri 3. Yəni kəsr şəklində olmamalıdır. Qüvvət 1, 2, 3, 4, 6, 8, 12, 24. Deməli, k bu qiymətlər ola bilər. İkinci üçün k minus 2 böyük bərabər 0, k böyük bərabər 2-dən, yəni mənfi olmamalıdır. Üçüncü şərt üçün də 7 minus k böyük bərabər 0-dan, buradan da həll edəcək. K kiçik bərabərdir 7-dən olur. Bərabərsizlik kimi baxsaq, demək k-mız 2-7 arasındadır. 2-7 arasındadır və buradan da k-nın qiymətlərinə baxırıq. Onda 2-7 arasında olan k-nın qiymətlərini seçsək, 2-nin özü 3, 4, 6. Bir də 7. Deməli, bu qiymətlər yaza bilərik k-nın yerinə. Deməli, k-mız yalnız bütün şərtləri nəzərə alanda 2, 3, 4, 6, 7 şəklində ola bilər. Məsəl üçün, burada baxsaq, k-nın yerinə 2 qoysaq, birincidə 12, ikincidə 0, üçüncüdə 5. Dərəcə olaraq 12 götürülür, böyük oldu. K-nın yerinə 3 qoysaq, 8, 1, 8, 1 və k-nın yerinə 3 qoyanda 4, dərəcə 8 oldu. K-nın yerinə 4 qoysaq 24-ü 4-ə böləndə 6, 2, ikinci, üçüncü bir əldən dərəcəsi k-nın yerinə 4 qoyanda 3 olur. Dərəcə oldu 6. Sonra k-nın yerinə 6-nı qoysaq 24-ü 6-ya böləndə 4, 6-dan 2 çıxanda 4, 7-dən 6 çıxanda 1, dərəcə olaraq yenə 4-ü götürürük. Və k-nın yerinə 7 qoysaq, daha doğrusu 7 ola bilmir. 7 niyə seçmişik? 7 ola bilmir çünki 24 7-yə bölünmür. Bu şəkildə. Buradan da biz deməli çox ədədlərin dərəcəsi ən kiçik olar hansı qiymətində? K-nın 6 qiymətində. K-ya 6 verəndə çox ədədlərimizin dərəcəsi oldu 4. Bizə deyir ki, 33-cü suala baxırıq. Deyir, A-nın hansı qiyməti ifadənin dərəcəsi
5 olan çoxadlı olar. 5 olması üçün A minus 4 bərabərdir 5, A bərabərdir 9. Baxsaq, burada 9 qoysaq, 9-dan 1 çıxanda 8 və 8, 8-də böləndə 1. Bunun dərəcəsi 1 olur, ikincinin dərəcəsi də 5 olur. Ona görə dərəcə olaraq 5-i götürürük. Deməli, A-nın hansı qiymətində? A-nın 9 qiymətində.